Milli Məclisin Avropa Parlamentinə qarşı qəbul etdiyi bəyanata münasibətdə qeyd edib. Və deyir ki, dünən Avropa Parlamentindən mənə zəng gəldi. Çıxış edənlərdən biri mənə dedi ki, onlar başqa məqsədlə bu məsələni gündəmə gətirirlər. Mənə sülh və əməkdaşlığından danışmaq istədiyini bildirdi. Həmin zəng zamanı aydın oldu ki, onlar artıq əvvəlcədən hazırlamış və qəbul olunacağı bəlli qətnaməni təqdim etmək niyyətindədirlər. Hətta Avropa İttifaqı nümayəndəsi belə etiraf etdi. Azərbaycan bizə lazımdır. Azərbaycan çox yüksək səviyyədə inkişaf edir və Azərbaycan Ermənistan sülhü yaxınlaşır. Mən bu fikirlərdə birbaşa öz çıxışımda gündəmə gətirdim. Ona görə hesab edirəm ki, bizim cavabımız çox düzgün, prinsipial yerində oldu. Bugün biz o mərhələdəyik ki, öz sözümüzü açıq şəkildə yüksək səviyyədə ifadə edə bilir və həyata keçiririk. Bu, dövlətimizin müstəqil siyasət yürütmə iradəsinin və güclənən mövqelərin bariz nümunəsidir. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasət eləcə də bugün sizin qarşınızda səsləndirilən mövqelər Azərbaycanın hansı səviyyədə olduğunu, öz sözünü deməyə qadir olduğunu göstərir. Səməd Seyidov bildirir və Səməd Seyidov deyir ki, onlar Cənubi Qafqazda sülh prosesinə töhfə verməlidirlər. Bu qurum Avropa Parlamenti tamam başqa bir mövqedən çıxış edir. Bu qurum əslində Avropanın bugün düşdüyü dərin behranın bir güzgüsüdür. Qeyri-sabitlik, ikili standartlar, korrupsiya və siyasi riyakarlıq, bunların hamısı Avropa Parlamentinin içərisində özünü göstərir. Deputat qeyd edib. Və Səməd Seyidov deyir ki, Avropa Parlamenti Azərbaycana qarşı qərəzlidir. Başqa bir deputat Əli Əhmədov maraqlı açıqlama verib. O da bugün Avropa Milli Məclis bəyanat qəbul edib də, əziz dostlar, bilirsiniz. Əli Əhmədov deyir ki, Avropa Parlamenti uzun illərdir Azərbaycana qarşı qərəzli mövqe ilə Azərbaycanı tənqid etmək hüququnu itirib. Başa düşmədim bu cümləni. Avropa Parlamenti uzun illərdir Azərbaycana qarşı qərəzli mövqe ilə Azərbaycanı tənqid etmək hüququnu itirib. Bunu Milli Məclisin plenar iclasında vitse-spiker Əli Əhmədov qeyd edib. O deyir ki, 30 il ərzində Azərbaycanın işğal altındakı torpaqları ilə bağlı ədalətli mövqeyini dəstəkləmə əvəzinə susqunluq nümayiş etdirən məcburi köçkünlərimizin yaşadığı humanitar böhrana göz yuman bu qurumun Azərbaycana qarşı iddialar səsləndirməyə mənəvi haqqı yoxdur. Təəssüflə qeyd etmək lazımdır ki, indinin özündə də Avropa Parlamenti Cənubi Qafqazda sülhün bərqərar olmasına mane olmaq, Azərbaycanla Ermənistan arasında normallaşma prosesini pozmaq və əməkdaşlığa əngəl törətmək istəyir. Bu yanaşma Avropa Parlamentinin anti-Azərbaycan meyillərinin formalarından biridir deyə o qeyd edib. Əli Əhmədov Avropa Parlamentinin suveren dövlətlərin daxili işlərinə müdaxilə etməyə istədiklərini də bildirib. Heç bir dövlət, o cümlədən Azərbaycan öz suveren hüquqlarını kiməsə, xüsusilə Avropa Parlamentinə güzəştə getməməlidir. Təəssüf ki, Avropa Parlamenti bəzi beynəlxalq qruplarla birgə müxtəlif ölkələrin daxili işlərinə qarışmaqla yanaşı, həmin ölkələrdə məqsəd yönlü şəkildə təxribatlar, zoraki çevrilişlər və qeyri-sabitlik yaratmağa yönəlmiş cəhdlər göstərir. Təbii ki, bu dövlət, heç bir dövlət buna imkan verməz və Azərbaycan da istisna deyil, deyə Əli Əhmədov bildirir. Yeri gəlmişkən, əziz dostlar, bugün Milli Məclis bəyanat qəbul edib və Milli Məclisin Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnaməsi ilə bağlı yaradılan komissiya bəyanat mətni hazırlayıb. Bəyanatda bildirilir ki, Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin 2025-ci il 18 dekabr tarixli qətnaməsini qətiyyətlə rədd edir və onu siyasi məqsədlərə xidmət edən qərəzli bir sənəd kimi qiymətləndirir. Yalan məlumatlar və saxta iddialar əsasında hazırlanmış bu sənəd konkret cinayət əməllərinə siyasi don geyindirməyə cəhd edir, hüququn aliliyini pozur və Azərbaycanın daxili işlərinə çoxbudu müdaxilədir
Aydındır ki, Azərbaycan reallıqlarını bilməyən və ya bilərəkdən görməzdən gələn Avropa Parlamenti bir daha siyasi riyakarlıq nümayiş etdirərək insan hüquqları məsələlərini öz gizli, gündəlik və təxribatçı niyyətləri üçün vasitəyə çevrilir. Müşahidələr göstərir ki, belə qətnamələrin əksəriyyətinə səs verən deputatların nə sənədin məzmunu, nə də hüquqi əsası barədə məlumatları olur. Bu isə Avropa parlamentarizminin hansı dərəcədə böhran içində olduğunu və obyektlikdən nə qədər uzaq düşdüyünü açıq şəkildə nümayiş etdirir. Azərbaycan Respublikasının Milli Məclisi bəyan edir ki, bu qətnamanın heç bir hüquqi qüvvəsi yoxdur və o, ölkəmiz tərəfindən tamamilə rədd edilir. Azərbaycan bundan sonra da müstəqil siyasətini davam edəcək, beynəlxalq insan hüquqlarına və ədalətə əsaslanan mövqeyini müdafiə edəcəkdir. Bəyanat mətnində qeyd olunur ki, Avropa Parlamenti müəyyən proseslərdə obyektlikdən uzaq, səthi və qərəzci yanaşmalar nümayiş etdirərək İslamofobiya və türklərə qarşı nifrət kimi meyllərin açıq ifadə olduğunu bir platformaya çevrilib. İslamofobiya və türklərə qarşı nifrət meyllərinin. İslam və Türk dünyasının ayrılmaz bir səsi olan Azərbaycana qarşı səsləndirilən qərəzli mövqelər Avropa məkanında fəaliyyət göstərən müəyyən dairələri məqsədi şəkildə ölkəmizə qarşı siyasi təzyiq göstərmə cəhdlərindən başqa bir şey deyil. Bəyanat mətni oxunduqdan sonra Milli Məclisdə qəbul olunub. Əziz dostlar, dəyərli tamaşaçılar, kanalda olanlar verilişi bəyənin, paylaşın və sözlər sizindir dostlar. Suallarınız varsa yazın.